Bunun alt çıxışları onun üçündür. Ən düzgün qaydada bu formada çəkin. Bu həm professional bir iş olar. Bu tam təhlükəsiz sistemdir. Ümumiyyətlə yüksək ulduzlu otellərdə bu külçəçillərin arxasında heç birində nol və yaxud faza xətti olmur. Bu videonu çəkməkdən məqsədim budur. Ağıllı evlərdə və yaxud ağıllı olmayan evlərdə nə qədər faydası var? Gördüyünüz sadə tip bir külçəçildir, görürsünüz. Biz lampaya faza çıxışı vermişik. Birbaşa relay avtomatımızdan. Və bu külçəçilməyəcək nə nol, nə də faza heç nə çəkməmişik. Avtomatın kom çıxışından və kabel K2-lərindən vermişik. Biz buna artıq quru kontakt olaraq istifadə edirik. Bunu görürsünüz. Bax, vururam yanmadı ki. Belə eləyirim yanır. Sönmədi ki, sönür. Bu buton tip rejiminə aiddir. Yəni bildiyimiz ceviz külçəçilləri olsun və yaxud bitkino falan. Bu onlar üçündür. Rejiminizi dəyişdiyiniz təqdirdə artıq keçdik ikinci rejimə. Yandırdınız, yanır, söndürdünüz, sönür. Yandırdınız, yanır, söndürdünüz, sönür. Ümumi olaraq bütün işıqlarınızı yandıra bilərsiniz tək düymə ilə və söndürə bilərsiniz və buradan yandırıb külçəçildən söndürə bilərsiniz.